Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Badamdar qəsəbəsi 3-cü massivdən salamlayırıq sizi. 329 nömrəli məktəbin yaxınlığında 31 saylı avtobus marşrutunun son dayanacağına yaxın bir ərazidə 3 sota yaxın bir torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı belə bir əla təmir edilmiş, son dövrlərin dəbinə uyğun da fasad işləri görülmüş bir bağ evi təqdim edirik sizə. Həyət tam olaraq abadlaşdırılmış vəziyyətdədir. Gördüyünüz kimi manqalına qədər quraşdırılıb. Əlavə olaraq həyətyan sahəni təqdim edeyim sizə. Evin daxili hissəsində tam olaraq göstərməyə çalışacağım. Evin hər bir tərəfinə rahatlıqla keçə bilirsiniz. Burada kifayət qədər genişlik var, görürsünüz bunu. Texnika otağı var burada. Kombi sistemi burada yerləşdirilib. Və yenə arxa tərəfinə həm də buradan manqalni tərəfə də keçə bilirsiniz. Rahatlıqla 1 metr 50 sm enində bir məsafə var burada. İndisə daxil olaq evin içinə və tam olaraq məlumatları təqdim edəcəm sizə. 270 kvadrat ölçüdədir, 4 otaqdır. Belə deyək, yataq otaqlarından biri master bedroomdur. Daxilində sanuzeli var. Birinci mərtəbədə yerləşir qonaq otağı, mətbəx və bir sanuzel, ümumi sanuzel. İkinci mərtəbədə isə yerləşir 3 yataq otağı və 2 sanuzel. Hamısını təqdim edəcəm sizə. Evə daxil olduqda giriş qapısı ilə üzbəüz belə bir qardirob mebeli yerləşir. Qarşılayır bizi və vitraj pəncərə xol hissədən belə həyətyanı sahəsinə baxır. Ayaqqabılıq və pufiklə birlikdə tam olaraq dekor edilib bura və belə bir geniş ölçülü bir koridor hissə. Döşəmə votajör kəsim qranitlə, isti döşəmə ilə əhatələnib tam olaraq. Divar işləmələrdə lepka, divar kağızları və faskalı güzgülərdən istifadə edilib. Burada mənzilin, evin mətbəxi yerləşir. Burada ümumi sanuzel, birinci mərtəbənin ümumi sanuzeli yerləşir. İlk olaraq başlayaq qonaq otağından. Belə bir əl işi qapılarla qonaq otağı əhatələnib. Böyük ölçülü bir qapı və kənarları şəbəkə ilə əla işlənib. Genişliyi idealdır qonaq otağının. Evin uzunluq nisbəti kvadrat ölçüyə yaxındır. Təxminən 40 kvadrat, hətta daha böyük bir qonaq otağı var. Yenə vitraj pəncərəsi, mərmərlə işlənib pəncərələrin aşağısı həyətyanı sahəyə baxır. Təmir zamanı kifayət qədər səliqəli və keyfiyyətli təmir işi görülüb. Yolka teksturada parketdən istifadə edilib. İndi isə mətbəxi təqdim edəcəm sizə. Mətbəxdə də yenə genişliyini görürsünüz. Evin uzunluq nisbəti idealdır. Xoldakı qranit isti döşəmə burada da davam edir. TV yerləşiminə qədər tam olaraq əşya planlaması edilib. 2 mərtəbə mətbəx mebeli yığılıb. İstəyinizə uyğun hal-hazırda hündür mərtəbəli mətbəx mebelləri dəbdədir. İstəyinizə uyğun 3-cü mərtəbələri də əlavə elətdirə bilərsiniz. Soyuducunun yeri, sobanın yeri nəzərə alınıb. Qaz və aspirator quraşdırılıb. Əlavə olaraq qab yuyan və paltar yuyan üçün yer nəzərə alınıb. Üzəri süni mərmərlə işlənib. Belə bir böyük ölçülü moykası yerləşdirilib. Mətbəxə rahatlıqla, belə deyək, 6 nəfərlik belə bir mətbəx masası rahatlıqla yerləşdirə bilərsiniz. Yenə buranın da vitraj pəncərəsi var və giriş hissəyə, məhz evin giriş hissəsinə açılır bu hissə. İndi isə ikinci mərtəbəyə qalxmazdan öncə ümumi sanuzeli, birinci mərtəbədə yerləşən ümumi sanuzeli təqdim edeyim sizə. 2 qapı açılır bu sanuzeldə. Moydadır olan hissə ayrı olaraq yerləşdirilib. Sanuzel hissə isə ayrı olaraq yerləşdirilib. Böyük ölçülü bir duş kabin, suşulukaya qədər tam aksesuar yerləşimi həyata keçirilmiş vəziyyətdədir. İkinci mərtəbəyə belə gözəl görünüşlü perilalardan istifadə edilib, mərmər üzüklü pillələr, kifayət qədər geniş pilləkənlərdir və pilləkən altlıqlarını da ev sahibi tərtib etməyib. İstəyinizə uyğun əlavə saxlanısı yeri kimi mebel yığdıra bilərsiniz bura. Kifayət qədər geniş ərazi var burada. Birinci mərtəbənin kollektor sistemi məhz burada yerləşdirilib. İsti döşəmənin kollektorları. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxışda vitraj pəncərələrlə tam əhatə olunub. Olduqca gözəl görünüşü var. Bura işıqlandırmalar var divarda. Buradan mərkəz büsturu istifadə edə bilərsiniz, böyük ölçülü. Yəni daha da gözəlləşdirə bilərsiniz bu villanı.
Qalxdıq ikinci mərtəbəyə. Burada da xol boyu eyni teksturalı qranitli döşəmə davam edir. Böyük ölçülü bir teras var burada. Oranı təqdim edəcəm sizə. Yataq otaqlarına keçməzdən öncə buranın ümumi sanuzeli məhz qalxan kimi burada yerləşdirilib. Əla teksturalı qranitlərdən istifadə edilib. Künc bir duş kabin, moydadır mərmərcüklü və suşulkaya qədər yenə asılmış vəziyyətdədir. Buranın əsas yataq otağı, master bedroomu məhz bu otaqdır. Yataq yerləşimi bu hissədən nəzərə alınıb. Üzərləri, tumba üzərləri bura işıqlandırmalarla bəzədilib. TV yerləşiminə qədər, kondisioner yerləşiminə qədər hər şey tam olaraq nəzərə alınmış vəziyyətdədir. Döşəmədə əla növ bambuk parketdən istifadə edilib. Bu teras hissəyə həm bu otaqdan, həm də ikinci mərtəbənin koridorundan daxil ola bilirsiniz. Buradan dənizə və Şıxov istiqamətinə əla panorama açılır. Buranı da təqdim edeyim sizə. Vurğuladığım kimi ikinci mərtəbənin koridorundan da daxil ola bilirsiniz bura. Hal-hazırda hava dumanlı olduğundan dənizə panoramanı tam aydın təqdim edə bilmirəm sizə, amma bu gördüyünüz mavi hissə bütövlükdə dəniz panoramasıdır. Olduqca gözəl panoraması var bu evin. Yəni baxış keçirdiyiniz zaman tam olaraq şahid olacaqsınız. Və belə bir terası var. Məhləsi gördüyünüz kimi tam olaraq asfaltlanmış bir məhlədir. Və belə bir teras. Bu otağın sanuzelini təqdim edeyim sizə. Yenə burada da tam aksesuar yerləşimi edilib. Sadəcə duş kabin yoxdur, istəyiniz uyğun yerləşdirə bilərsiniz. Suşulka yerləşiminə qədər tam olaraq həyata keçirilib. Tavanda isə asma tavan LED işıqlanmadan istifadə edilib. Digər iki yataq otağı burada yanaşı yerləşdirilib. Hər ikisi kifayət qədər geniş yataq otaqlarıdır. Hər ikisində də tam olaraq əşya planlaması həyata keçirilib. Qardirob mebellərinin yerləşimi, hətta yazı masası, make-up yerləşimi, TV yerləşimi, yataqların yerləşimi, hər şey tam olaraq nəzərə alınıb. Elektrik qutuları da məhz buna uyğun yerləşdirilib. Burada isə yenə panoramalı bir yataq otağı daha. Burada da tam əşya planlaması həyata keçirilib. Gördüyünüz kimi geniş bir yataq otağıdır. Burada istəyə uyğun 2 ailə yaşayacaqsa burada, hətta bu otağı ikinci mərtəbənin qonaq otağı kimi də tərtib eləmək olar. Amma məncə ehtiyac yoxdur. 4 otaqlı bir ev üçün olduqca ideal proyekti var. Belə. İkinci mərtəbəni də təqdim elədim sizə və ikinci mərtəbəndə kollektor sistemi məhz burada yerləşdirilib. Düşək birinci mərtəbəyə. Və sizə məlumatları bir daha xatırladım. Adamlar qəsəbəsi 3-cü massiv dənizə panoraması olan bir bağ evi təqdim edirdik sizə. 3 sota yaxın torpaq sahəsi, sənədi çıxarışda həm torpağın, həm evin xüsusi mülkiyyət çıxarış və 3 sota yaxın torpaq sahəsi, 270 kvadrat 4 otaqlı ev. Belə bir gözəl tərtibatda son dövrlərin dəbinə uyğun. Xol hissədə birinci mərtəbədə tavanda orsiklo LED işıqlanmadan istifadə edilib. Onu vurğulamamışdım. Dedim sizə 270 kvadrat 4 otaq və start olaraq təyin edilən qiymət 495.000 manatdır. Real alıcılar indirim nəzərdə tutulur. Bu ev haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız əmlaklara, villalara, evlərə və mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklam var.